Kreml Ukraynanın Fransadan 100 ədəd Rafale qırıcısı sifariş etmək niyyətindən təəssüfləndiyini bildirib. Medias xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fransa hakimiyyəti Kiyevi silahlandırmaqda davam edir. Təəssüf ki, Paris heç bir şəkildə sülhə töhfə vermir. Hazırda müharibə və hərb tərəfdarı əhval-ruhiyyəni gücləndirir. O əlavə edib ki, Kiyevə hansı təyyarələr satılsa da, bu cəbhə xəttində vəziyyəti dəyişməyəcək. Qeyd edək ki, Fransa və Ukrayna prezidentləri Emmanuel Macron və Volodymyr Zelenski niyyət bəyannaməsini imzalayıblar. Sənədə əsasən Kiyev gələcək 10 illik əməkdaşlıq çərçivəsində 100-ə qədər Dassault Rafale qırıcı təyyarəsi, həmçinin hava hücumundan müdafiə sistemləri, raket sistemləri və pilotsuz təyyarələr əldə edə bilər. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.